Deməli, əziz uşaqlar, indi biz ekranda 79-cu test görürük. Təbii ki, bu zamanlara aid olan bir testdir və hər zaman da bu cür testlərdə yəni çaşdığınız məqamlar olur. Yəni bəzən görürük ki, zaman zərfini görə də bilərik, görməyə də bilərik. Bu məqamda fikir verəcəyiniz əsas hissələrdən biri deməli nə olacaq bizdən? Diqqətli baxırıq. Choose a correct variant. I boşluq görürük. To the same recording since morning. Və biz burada since görürük. Since morning, səhərdən bəri. Deməli, fikir veririk ki, zamanlarda, məsələn, since ilə bağlı olan yəni variantlar seçə bilərik. Am listening, present continuous olmayacaq, present continuous olmayacaq. A, B, C variantlarına baxıram və cümlənin ikinci tərəfində yet görürəm. Yet indiki bitmiş, present perfect'in zaman zərfidir. Bu baxımdan biz hadn't olan variantı çıxacaq və cümlədə də have been listening, present perfect continuous və keçmiş davam etdiyi zaman keçmiş past perfect işlənməyəcək. Baxıram indi və yet olduğuna görə don't-un burada yeri yoxdur. C variantı da getdi. Qalıram, bizə də qalıb B variantımız. Siz fikir verdiniz, mən cümlənin tərcüməsinə fikir verməsəm belə adi zaman zərflərlə cümlələri tapıb yazacağam. Since morning, səhərdən bəri müəyyən müddətdən başlayıb və hal-hazırda davam edən bir proses bildirdiyinə görə bizə nə lazım olacaq? Present perfect continuous tense form have plus been plus listening ing olacaq B variantı və yet də hələ-hələ də deməkdir. İndiki bitmiş zamanın zaman zərfi olduğuna görə və cümlənin sonunda inkar və sual cümlələrinin gəldiyinə görə doğru cavabımız olacaq B variantı. Və keçirik növbəti sual.